Nətər evlənib çıxıram? Bəs necə olacaq bizim axırı? Hesablaşma. Düz deyir də. Qardaşım mən evlənməliyəm də. Ay evlənməliyəm başdan deyərdin. Bax bu evi bəyənmədim, evi bəyənmədin. Gedək 1000 manatlıq qəşəng evdə qalaq. Kira müqaviləsi bağlamışıq. Kim verəcək bizim? Qardaşım bu oyuncaq deyil, toydur, toy. Mən evlənməliyəm axırı əvvəl, ya yox. Ay mənim nə qədər talibim çıxdı. Heç birindən evlənmədim. Nədir sizlə qala bilmək üçün? Düz deyil. Amma yenə də eləməzsən. Qaqa yaşım keçir, mən bunun axırı bir olmalıdır. Ömür boyu bir yaşaq deyilik ki. Ay yaşayaq da mənim nəyim əksikdir məsəl üçün. Bax bir kravatda yatırdıq. Bütün gün oyun oynayırdıq. Düz Sənə yemək bişirirdim. Sən girirdin ayaqlarını təmizləmirdin. Mən sənə təmizləyirdim. Əsəbləşmə. Düz deyil də qaqa. Qaqa sən də evlənərsən də axırı əvvəl. Evlənərəm bir nə baxsa. Amma Amma indi indi mənim vaxtımdır, indi evlənməliyəm. biz başqa otaq yoldaşlardan tapaq. Birini tap onu yaşana qədər nə qədər şey olacaq. Özünə qız tapmadı, amma yenə də düzələmiş. Bu dəqiqə hal-hazırda evlənmə. Başım bura. Elə şey olur, necə evlənməyim? Toy zad danışmışam mən. Hə biz kira müqaviləsi bağlamışıq. Getdin o bir ev bəyənmədin, nədir, bahalı evdə qalaq. İndi Əsəbləşmə. Pulumuz hardandır qaqa, düz deyil də. niyə çıxırsan ki? Arvaddan nə əskiydi bunun? Ay, nə arvad, nə danışsa, bu oğlandır, sizə nə qatdınız? Hər şey elirdi, paltarınız zırtını fırtını, hamısını yoldu. Sən bizim kimi birisini çətin taparsan. Göz bizim yerimizi dolduramayacaq o. Sən özü başınız gedib hə. Elə evlənsən mən. Gedən o kravatını da apar ha. Birlikdə qalırdıq, onu da apar. Dovşan yastığına apar.